Demokratik qüvvələr hakimiyyətə gəlir, Əliyevlərdən sonra xalqı buna səfərbər edirik və hər bir ehtiyaclı ailəyə, bu ehtiyaclı ailələr işləməyənlər olacaq və onların gəlirləri belə varsa, işləri varsa əgər, onların aylıq qazancı 1200 manatdan aşağıdırsa ailə olaraq, 1200 manatdan aşağı gəlirləri varsa, o zaman bu ailələr 5000 manat pul alacaqdır. 5000 manat ilk 3 ayda onların bank hesablarına pullar köçürüləcəkdir. Yatacaqlar axşamı, oyanacaqlar, səhər kartlarını yoxlayacaqlar və görəcəklər ki, 5500 rəqəmində manat valyuta ilə pul köçürülübdür. Evli olmayanlar, 18 yaşından yuxarı olanlar və evlənməyə hazırlaşan və s. Biz evliliyə hazırlaşan insanların, cütlüklərin evlənə bilməsi, eşik sahibi olması və s. imkanlar yaratmaq üçün onlara başqa fürsətlər də yaradacağıq. Bu hələlik sadəcə olaraq Əliyevlərdən qurtulma pulu olacaqdır. Hər bir ailəyə 5000 manat, hər bir şəxsə isə 18 yaşından yuxarı şəxsə isə dediyim kimi 1200 manat ailə gəlir yoxdursa ona 5000 veriləcək və 600 manat əgər bir şəxsin şəxs olaraq, subay olaraq gəliri yoxdursa, işsiz və yaxud da ki gəliri 600 manatdan aşağıdırsa ona 2500 manat pul veriləcəkdir. Bu hesablamamıza görə 15 milyard 300 milyon manat pul edir. Biz bəs bu pulları hardan alacağıq? Yaxın oturun, bunlarla tanış olacaqsınız. Yeni hakimiyyətə gəlmiş xalqın hakimiyyəti, demokratik qüvvələr bu pulu hardan alacaq? Biz müxalifətdə ac xalq olaraq və yaxud da mən Tural Sadıqlı, mənim bu qədər 15 milyard pulum varmı? Yoxdur. Dövlət büdcəsindən mi alacağıq bunu? Xeyr. Dövlət büdcəsini onsuz da istədikləri kimi, niyinə kimi talayıblar. Bu 3 ayda verəcəyimiz 15 milyard 300 milyon pulu məhz Əliyevlərdən alıb verəcəyik. Əliyevlərdən harada alıb verəcəyik? Ya o həbsxanada olacaq, ailə üzvləri ilə birgə, nazirlər və s. cinayətlərdə iştirak etmişlər və yaxud da onlar qaçmış olacaqlar. Elə deyilmi? Bunu da düşünə bilərsiniz. Hər bir variantı biz nəzərə almışıq. Vəs hardan alacağıq? Xaricdəki, əgər onlar qaçıb gedəcəklərsə, xaricdə indiyinə kimi şəxsən elə mənim çəkdiyim Londonda neçə binasını çəkmişəm bu oğru İlham Əliyevin ailəsinin, qızlarının, oğlunun, onları mı geri gətirəcəyik? O pulları mı alacağıq? Xeyr, bu mümkün deyil ilk 3 ayda etmək. Amma ilk 3 ayda edə biləcəyimiz nədir? Azərbaycanda Əliyev ailəsinin kapitallarını müsadirə etmək. Ədalətli məhkəmə olacaq, istintaq qrupu yaradılacaq, xüsusi komissiya yaradılacaq, dövlət təhlükəsizlik xidmətinə təyin olunmuş dürüst insanlardan, baş prokurorluğa təyin olunmuş dürüst insanlardan ibarət və xüsusi komissiya, xalqın da iştirakı ilə olan komissiya, sizin də indiyənə kimi bildiyiniz, tanıdığınız şəxslərdən ibarət olan komissiya olacaq və bu komissiya nə ilə məşğul olacaq? Xalqa bu 15 milyard 300 milyon pulu verməklə. Bəs hardan alacaq? İlham Əliyevin Azərbaycandakı kapitalları. Xaricdəki kapitalları illər çəkə bilər Azərbaycana onları gətirmək üçün. Amma Azərbaycandakına məhkəmə qərarı ilə həbs qoyulacaq. Bəs Azərbaycanda İlham Əliyevin ailəsinin 15 milyard dəyərində nələri var ki? Yaxın oturun və xahiş edirəm bu videonu bəyənin, paylaşın, daha çox başqaları da izləsin, xəbərdar olsun. Xalqı talayan Əliyev ailəsinin nələri var Azərbaycanda? Paşa Holding, mən indi holdinglərin adlarını çəkəcəm, elə belə şirkətlər və s. deyil, milyardlıq holdinglərin adını çəkəcəm. Paşa Holdingini hər kəs bilirsiniz, nə qədər kapitalı var? 10 milyarda yaxın onun kapitalı var. 10 milyard. Bu hələ bilinəndir. Gizlindən nələr saxlayıblar Paşa Holding adında, qeyri-rəsmi sənədlərdə. Paşa Holdingin içərisində banklar var, otellər şəbəkəsi var, tikinti şirkətləri var və s. var və ilaxır var. Dəyərli dostlarım, bu rəsmən adından da görürsünüz, həyasızcasına Mehriban Paşayevanın adına Paşa Holding, Arif Paşayev, Leyla Əliyeva, Arzu Əliyeva, eyni zamanda Mircəlal Paşayev və s. bu Paşayevlər
ailəsinin rəsmi qanunla, familiyası ilə olan holdingidir. 10 milyard və daha üzərində olan kapitalı var. Dollarla, dəyərli dostlarım. Nexal Holding. Nexal Holding Nəsib Həsənov adında İlham Əliyev kukla kimi illərdir otuzdurub orada. Bəylər Əyyibov onu idarə edir. Yəni bu rəsmi şəxs rəhbəri budur. Nexal Holdingin içərisində 5 böyük bir şirkətlər var. Hətta Ukraynanın, Vodafone Ukraynanın sahibidir. ABŞ-da, Böyük Britaniyada şirkətlər var bunun içərisində. Azərbaycanda neft tədarükü ilə, nəqliyyatı ilə və s. məşğuldurlar. Bunların da kapitalı 10 milyarda yaxındır. Bu haqda mən xüsusi veriliş də hazırlamışam. Bu veriliş yayımlanıb həm Azərbaycan dilində, həm ingilis dilində, xarici istintaq orqanlarının da diqqətini çəkmişdi. Onlar belə bundan məlumat almışdılar mənim videomdan və onlara da ətraflı məlumat vermişdim. Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın istintaq orqanları məhz mənim Nexal Holding barəsində çəkdiyim və ingilis dilinə tərcümə olunmuş videomdan yararlanıblar. Dəyərli dostlar, Avropada biz boşuna oturmamışıq. Əliyevin, ailəsinin, bu şirkətlərinin, cinayətlərinin xarici orqanlarda araşdırılması və səhərsi gün xalqa qaytarılması üçün indidən biz iş görürük. Sizin üçün çalışırıq. Hakimiyyətə gəldikdən sonra da sizin üçün çalışacağıq. Üçüncü, Azərsun Holding. Abdulbari gözəl qardaşlarınındır. Əslində bunu idarə edən yenə Bəylər Əyyibov vasitəsilədir, İlham Əliyevdir və ən çox da PKK terror təşkilatının üzvləri və sairlər, hətta PKK-ya yardım da edir Azərsunun bir qolu, qanadı. Azərsun Holdingində kapitalı həbs qoyulacaqdır, xalqa qaytarılacaqdır. Mən indi 13-ünün adını çəkəcəm. Amma burada yerinə düşən bir məsələni qeyd edim mən, dəyərli dostlarım. Bütün bu holdinglərin toplumda dəyəri 35 milyard ABŞ dollarıdır. Dollarla mən qeyd edirəm. Təxminən 58-60 milyarda yaxın, 60 milyard manata yaxın pul edir bunlar, dəyərli dostlarım. İndi adlarını bir-bir sadalayacağım mən yenə. Bəs bu holdingləri biz necə həbs qoyacağıq? Qalacaq əlimizdə, bunu pula necə çevirəcəyik? Xarici və daxildə olan dürüst iş adamları, pul sahibləri, xarici investorlara bu kapitalları satacağıq və bu kapitallar pulları alınacaq dövlət tərəfindən, komissiyada hesab kitab ediləcək, xalqa qaytarılacaq. O kapital isə müəyyən razılaşmalar, o əmlaklar, bu şirkətlər müəyyən razılaşmalar əsasında o investorlara satılacaq, onlar öhdəliklər götürəcəkdir. Biz indi onun da qaydalarını yazırıq. Necə bu proseslər baş verəcəkdir? Onlar Azərbaycanda qalacaq, amma həm yerli, həm xarici investorlara satılacaq pul əldə edilib, veriləcək Azərbaycan xalqına. Hələlik bizə 3 ayda lazım olan 15 milyard 300 milyon pul. Dediyim kimi 58 milyard manata yaxın pul edir. Amma bizə 15 milyard lazımdır. Qalanları isə növbəti verilişdə o pullarla, qalan pullarla nələr ediləcək, danışılacaqdır. Və dediyim kimi o iş adamlarına satılacaq. Hansı iş adamlarına? Rusiyaya getmiş, qaçmış İlham Əliyevin əlindən, monopoliyasından, Türkiyəyə qaçmışlar, Avropaya qaçmışlar, Amerikaya qaçmışlar. Onlara satılacaq, lap güzəştli şərtlərlə veriləcək, onlardan da pulları alıb xalqa verəcəyik. Deməli, mən oxudum Paşa Holdingi, izah etdim, Nexal Holding, izah etdim, 3-cü Azərsun Holding, izah etdim, 4-cü Gilan Holding, hansı ki Kemaləddin Heydarovun olduğu bilinirdi. Mən şəxsən sübut etdim sənədlə, Dubaydan, Birləşmiş Ərəb Əmirliklərindən çıxardığım sənədlə sübut etdim ki, Gilan Holding heç də Kemaləddin Heydarovun deyil, heç əvvəldən də olmayıbdır. Sadəcə Kemaləddin Heydarovun oğulları, Talih və Nicat onları idarə eləyiblər. Təsəvvür eləyin, 20 ildən çoxdur Gilan Holding adında bu holding fəaliyyət göstərir.
mənim videomdan 3 ay, 4 ay sonra Gilan Holdingin adını tələmtələsik dəyişirlər, Xəzri Saletions qoyurlar. Və onun da çox şirkətləri Gilan Holdingin verilib Paşa Holdingə. Əliyev ailəsinинdir bütün bunlar, dəyərli dostlarım. Ata Holding Əşrəf Kamilovundur. Ata Holding Əşrəf Kamilov kimdir? Bu barədə iş adamı İlqar Hacıyev də demişdi, məlumat vermişdi. Onu, ailəsini girov götürüb, məcbur etdilər ki, onun sahibi olduğu Akkor Şirkətlər qrupunu Əşrəf Kamilovun adına keçirsinlər. Bütün şirkət 100%'dır keçdi Əşrəf Kamilovun adına. Heç İlqar Hacıyev deyir ki, mən əvvəllər tanımırdım Əşrəf Kamilov kimdir. Əşrəf Kamilov məhz bu əvvəllər Ata Holdingin güya sahibi olub, direktorlar şurasının sədri. Məyər Böyük Britaniyada İlham Əliyevin ailəsinin 400 milyon funt sterlinglik binaları çıxdığı zaman o binalarda gördünüzmü sənədləri də sizə təqdim etdim. Əşrəf Kamilovun adınadır. İlham Əliyev Əşrəf Kamilovdan istifadə edib, onu, ailəsini və sairələrini girov saxlayır, iş adamı adı ilə güya öz bizneslərini idarə etdirir. Bu holdingin 1 milyarddan çox kapitalı var. Avesto Holding, dəyərli dostlarım, Hacı İbrahim Nehrəmli, tanıyırsınız da yəqin ki, Hacı İbrahim Nehrəmli Xəzər adaları, Cənnət adaları, nə bilim, xəyallarda görmədiyiniz bir şeylərlə xalqı allatdı. Xalqı yox, İlham Əliyevi. İlham Əliyevi allatmadı əslində. İlham Əliyev kördürmü, görmürmü özündə biznesmen olubdur. Amma, dəyərli dostlarım, deməli, Avesta Holding, Xəzər, bu Hacı İbrahim Nehrəmli, Xəzər adaları adı ilə bankdan, Azərbaycan Beynəlxalq Bankından, o bankdan, bu bankdan, Azərbaycandakılardan 1 milyard manat, hələ o zaman manat dollardan daha bahaydı. Kredit götürmüşdü ki, bu Xəzər adalarını tiksin. Tikmədi. Üzərindən neçə il, 10 ildən çox vaxt keçdi. Tikmədi, aldatdı. Bəs o qədər kapitalı geri qaytardı mı o krediti? Xeyr, geri qaytarmadı. Bəs necə oldu? Bütün holdingini verdi Arif Paşayevə, Mehriban Əliyevin atasına, İlham Əliyevin də atasına, çünki İlham Əliyev Arif Paşayevə artıq atam deyir, yəni qaynatasına. Hər şey devr etdi. Canı qurtuldu, əlində 5 manat pulu qaldı Hacı İbrahim Nehrəmlinin, Hacı adı ona haram olsun. Bu da indi artıq Arif Paşayev himayəsindədir. Dəyərli dostlarım, Azinko Holding. Azinko Holding prezidentin köməkçisi Kərəm və Malik Həsənovlar qardaşlarınındır. Prezidentin köməkçisi Kərəm Həsənov, onun qardaşı Malik Həsənov. 1 milyarda yaxın onun da kapitalı var manatla. Cahan Holding, Vasif Talibovun ailəsindən alındı, verildi indi Nağıyevlərə. Yəni, Nağıyev deyil burada, sadəcə onu işlədəndir. Sahibi isə İlham Əliyevdir. Qafqaz Holdingi, eyni zamanda Ziqan Holding, dəyərli dostlar, Ziqan Holding bilirsiniz də, əvvəllər Ziya Məmmədovun olubdu. Oğlu Anar Məmmədov idarə eləyirdi. Sonradan Qarant Holdingi adına keçibdi və 2018-ci ildə artıq Anar Məmmədovdan da tamamilə əl alındı və artıq İlham Əliyevin ailəsinindir. Gəmiqaya Holding Vasif Talibovun ailəsindən alındı, verildi. Nağıyevlər idarə edir Əliyevlərin ailəsinə. AF Holding Azərbaycanda və Rusiyada olan holding iş görür. Azay Möhnətov, hansı ki İlham Əliyevin bizneslərini idarə edənlərdən biridir, dəyərli dostlarım. Eləcə də qızıl yataqları, Azərbaycanın qızıl yataqları, başqa sərvətlərimiz, hamısı barəsində başqa videolarda biz danışacağıq. İndi holdinglərdən danışdım ki, bu holdinglər satılacaq investorlara, pulları 15 milyard 300 milyon manatı veriləcək, xalqa ilk Əliyevlərdən qurtuluş adı ilə ilk 3 ay içərisində bizim hakimiyyətə gəldiyimiz təqdirdə. Odur ki, xalq səfərbər olun. Bu işin arxasında sizin rifahınız var, cibinizin dolması var. Hamı səfərbər olsun. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.